Baxın bu postlara, sizcə bunlar hansı stildədir? Bəlkə də postlarınızın layiq olduğu reaksiyanı görməməsinin tək səbəbi indiyə qədər yanlış seçilmiş stildə olmasıdır. Bugün sizlərə sosial media postlarının 3 stilindən danışacağım. İlk olaraq minimalist stil. Az çoxdur fəlsəfəsinə əsaslanan, artıq detallardan qaçan, geniş boşluqları, yəni white space-ləri olan sadə rəng palitrasından istifadə edilən bir stildir. Əsas məqsəd beyni yormadan vacib olanı çatdırmaqdır. Məncə bütün sahələrdə istifadə edilə bilən tək stil. İkinci olaraq tipoqrafik stil. Vizualın gücünü şəkildən deyil, fontlardan aldığı stil. Mətnin özü bir sənət əsərinə çevrilir. Məqsəd mesajın səs tonunu və emosiyasını yazının forması ilə hiss etdirməkdir. Ən çox redaksiyalar və qəzetlər, motivasiya səhifələri, copywriting agentlikləri, podkast qapaqları və başqa bir çox sahədə istifadə edilən post stilidir. Üçüncü olaraq illüstrativ stil. Hekayəni real fotolarla deyil, çizilmiş personajlar və qrafik elementlərlə izah edir. Məqsəd markaya xüsusi bir xarakter və səmimiyyət qazandırmaqdır. Ən çox uşaq brendləri, təhsil platformaları, startaplar, qeyri-hökumət təşkilatları və əyləncə sektorunda istifadə edilən stildir. Bunlardan əlavə bir çox post stili var. Stilləri tanıdıqca postlara başqa gözlə baxmağa başlayırsan. Bu günlük bu qədər. Növbəti videoda görüşənədək.